Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sizlərə bir dənə gözəl bağ çıxartmışam bugün satışa. Çox gözəl bir bağdır. 6 ilin bağıdır. 6 yoxsa 5 ildir bu bağ tikilib, inşa olunub. Hal-hazırda sahibi buranı satmağının səbəbi sadəcə maşallah gözəl bir səbəbə görə satır. Niyə? Balaca olduğu üçün böyük bir bağ, böyük bir ev alacaq, onun üçün satışa çıxardım. Deyir ki, bu bağ bizə o qədər düşərli oldu ki, biz bu bağı yaxşı bir insana satıb gedib böyük bir bağ almaq istəyirik. 7 sotun içərisində inşa olunub, Mərdəkandayıq biz bugün. Hal-hazırda Mərdəkanın tam mərkəzində demək olar ki, Mərdəkanın yeni salınmış bağ massivlərində gözəl bir ərazidə tam şəraiti olan bir bağ təqdim edəcəm sizə. Bütün əşyalı 5 otaq, 7 sot, ayrıca maşın qarajı, söhbətgahı, həyətdə hamam tualeti, hovuzu, verandası, hər bir şəraiti var. Onu da sizə deyim. Bütün kamera xəttləri, hər şey çəkilib hazırdır. Gəl, gir, yaşa. Sezonu burada keçir və yaxud da 4 fəsil yaşa. Hal-hazırda ev sahibi bütün ailəlikcən burada 4 fəsil yaşayırlar. 4 yataq otağı var, 3 dənə sanitar qovşağı evin daxilində var. Mətbəx, mətbəxin içərisində ayrıca çamaşırxana. Start qiymət isə bugünkü gündə başlanğıc qiymət 599 min manatdır. Bu qiymətləri yenə deyirəm, ev sahibləri özləri deyirlər, biz də danışırıq, onlarla məsləhətləşirik. Qiyməti isə onlar deyib, biz də sizlərə evi, bütün bağı çəkib təqdim edirik. İndi hal-hazırda evin qarşısında gördüyünüz gibi bura bütöv olaraq qonaq otağıdır. Qonaq otağının qarşısında belə bir gözəl bir veranda var. Oturub dincəlmək üçün, kofe, çay içmək üçün burada kreslo, ön üst solu 2 dənə də, bir dənə də divan qoyulub. Ev yerdən 4 daş hündürlüyündə inşa olunub. Çox qəşəng yerdə yerləşir, bir daha söylüyorum. Sol tərəfdə gördüyümüz kimi 4 metrənin 7 metrəyə olan filtrli hovuzdur, tərtəmizdir, tərtəmiz. Həyətin gördüyümüz kimi yaşıllığı, gülü, çiçəyi, dekorativ ağacları maşallah çox qəşəng və baxımlıdır. İndi isə keçək həyətdə yerləşən qarajı sizə göstərim. Bir maşınlıq, geniş, böyük bir qaraj. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Evin bütün hər tərəfinə fırlanmaq olur. Hər tərəfinə. Bütün yəni ki, deyim ki sizə, yəni hər şey qaydasındadır burada. Torpağın da, evin də kupçası, çıxarışı var. Bura isə həyətdə yerləşən yayqış mətbəxidir. Yayqış mətbəxinin özündə belə, daxilində belə gördüyümüz kimi bugünkü gündə şəraitə uyğun olaraq hər şey var. Hər şey baxın. Kofe dəmləmək üçün aparatından tutmuş, düz burada da kofe, əslində buradır. Soyuducu, qab yuyan maşın, su hövzəsi, dolablar, stol, stul, mangal, hər şey qalacaq. Onu da sizlərə bildirim ki, hər şey qalacaq. İndi isə keçək evin daxilinə. Evin daxilində necə yerləşmə varsa, necə otaqlar varsa, onları da sizə göstərim. Ön pəncərələr sizə bildirim ki, hamısı HBŞV sistemi ilə təchiz olunub. Bura mətbəx otağıdır, o hissə isə qonaq otağıdır. Buyurun keçək evə. Evin həyətində bir gözəllik var. Evin daxili bir gözəldir. Elvinlə bayaqdan gəzirik, çox qəşəngdir. Maşallah. Sahibinə qismət, kim alacaqsa ona da Allah xeyir versin, satana da. Qəşəng bahalı əşyalar, evin özünün bölgüsü çox qəşəngdir. Ümumi giriş qapıdır. Evin içərisinə daxil olduq. Keçən kimi sağ tərəfdə burada divarın içərisində belə bir dolab var. Paltar asmaq üçün. Ev tam yaşayışda olduğu üçün biraz çəkilişlərimiz ola bilər ki, yəni fərqli olsun, ona görə deyim sizə. Mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Qonaq otağı ilə mətbəx otağının sonunda göstərəcəm sizə. Evin daxilində yerləşən yataq otağıdır. İçərisində divar içi qardırobu. Çox açmayacağım, əşyalar çünki var. Şəxsi əşyalar olduğu üçün.
Ev bütöv olaraq isti döşəmənin təmir olunub. Bura ikinci yataq otağıdır. Yataq otağının daxilində qardırob və sanitar qovşağı yerləşir. Bir daha söyləyirəm, çox qəşəng qiymətdir. 599.000 manat. Endirim olmayacaq. Çox səliqəli, qəşəng. Bura üçüncü yataq otağıdır. Bura geniş, böyük dördüncü yataq otağıdır. Daxilində də sanitar qovşağı var. Bir daha söylüyorum, bütün əşyalar qalacaq. Hamısı tərtəmiz, gözəl əşyalardır. Torpağın da evində kupçası çıxarışı var. Qonaq otağı mətbəx. Mətbəx sonra qonaq otağı. Gəl, keçək. Maşallah, çox geniş, böyük bir mətbəx otağı var. Bu hissədən düz bu hissəyə kimi mətbəx mebeli yığılıb, soyuducu, bütün hər bir şey mövcuddur. İstifadə üçün bugünkü gündə hər şey var. Burada da HVŞB sistemi ilə pəncərə yığılıb, çölə çıxış var. Evin çamaşır otağı buradadır. Buranın çox paltar əsılıb göstərmə. Paltarlar, sonra paltar yuyan maşın, kombi sistemi hamısı burada yığılıb, texniki otaqdır. İndi isə sonda sizə çox gözəl, qəşəng bir qonaq otağı təqdim edəcəm. Baxın, geniş, böyük bir qonaq otağıdır. Əzizlərim, qonaq otağından birbaşa çölə görüntü, yaşıllığa, sakitçilik, tam mərkəzdə TV sistem, televizor, bütün mahnı sistemi, audio sistemi hamısı burada yığılıb. Əzizlərim, sizlərdən çox xahiş edirəm bizi izləməyi, bizim videolarımızı paylaşmağı və rəy yazmağı unutmayın. İnşallah bu evdə kiməsə qismət olacaqsa Allah xeyrin versin.